اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والمرسلين والمرسلات عرفا فالآسفة أسفا والناشرات نشرا فالفريضات فرضا فالملقيات إنما توعدون لواقع فإذا النجوم طمست وإذا السماء فرجت وإذا الجبال نصفت وإذا الرسل أقتت لأي يوم أجلت ليوم الفصل وما أدراك ما يوم الفصل ويل يومئذ للمكذبين ألم نهلك الأولين ثم نتبعهم الآخرين كذلك نفعل بالمجرمين ويل يومئذ للمكذبين ألم نخلقكم من ماء مهين فجعلناه في قرار مكين إلى ويل يومئذ للمكذبين ألم نجعل
تكذبون طالبوا إله لثلاث شعاب الظليل ولا يغني من اللهب إنها ترمي بشرار كالقصر كأنه جمالة صفر ويل يومئذ للمكذبين هذا يوم لا ينطقون ولا يحنن لهم فيعتذرون ويل يومئذ للمكذبين هذا يوم فصل جمعناكم والأولين فإن كان لكم كيد فاكيدون ويل يومئذ للمكذبين إن المتقين في ظلال وعيون وفواكه مما يشتهون كلوا واشربوا حنيئا بما كنتم تعملون إنا كذلك نجزي المحسنين ويل يومئذ للمكذبين كلوا وتمتعوا قليلا إنكم مسلمون ويل يومئذ للمكذبين وإذا قيل لهم اركعوا لا يركعون ويل يومئذ للمكذبين فبأي حديث بعده يؤمنون صدق الله العلي العظيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. Bugünləri ibadetin zirvəsi barəsində danışacağıq. Allah ömür verirsə. Və ibadetin zirvəsində olmaq
ibadətin zirvəsinə qalxanlar və bizə tövsiyələri. Bax, ən gözəl an odur ki, insan ibadətdən zövq ala bilsin. Və bir hədis İmam Həsən əleyhissalamın dilindən olan bir hədisdir, Xanım Zəhra sallallahu əleyhi haqqında və o hədis çevrəsində danışacağıq və ondan sonra sözün yekunlaşanda dəyərli məddahımız Hacı Aydın Rıza qardaşımız öz rozəsi ilə, mərsəsi ilə davam edəcək. Ona görə sizdən xahişim budur ki, hədisi diqqətlə dinləyək və onun çevrəsində gedən mövzuya agəhliyimiz olsun. İbadətin zirvəsi Xanım Fatimə Zəhra sallallahu əleyhanın məktəbini bilməkdir. O məktəbi bilmək lazımdır. Bugünkü söhbətimizin mövzusu ibadətin ruhu, eşqi və zirvəsi haqqındadır. Bu mövzunu bizə ən gözəl şəkildə öyrədən məhz Əhl-i Beyt əleyhissalamdır və Əhl-i Beyt əleyhissalamın məktəbidir. İmam Həsən əleyhissalam buyurur ki, dünyada anam Fatimədən abid bir kəs yox idi və o qədər ibadətlə məşğul olurdu ki, ayaqları belə şişərdi. Bir haldən var, Zeyd 43 səhifə 61-dədir. O qədər ibadətlə məşğul olardı ki, ayaqları şişərdi. Bizim kimi o 5-6 dəqiqənin içində zöhr və əsr namazını qılıb dünya dalizə qaçmazdı. Biz Əhl-i Beytin məktəbini ona görə qoymuşuq ki, əsas özümüzü düzəldə bilək. Özümüzü düzəltmək üçün gərək ibadətimizə diqqət yetirək, zikirə diqqət yetirək və dua edəndə qəlbən, ixlasən dua edə bilək. Məsələ budur. Bu hadisə, bu hədis sadəcə bir tarixi hadisədir. Bu ibadətin nə olduğunu anlamaq üçün bir məktəbdir. İbadət sadəcə əməl deyil, eşqdir. Bunu gərək dəqiq biləsiz. Qur'an-ı Kərimdə mütəal Allah buyurur. Bismillah. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Zariyət 56-cı ayədə. Allaha ibadət etməyimiz məlumdur. Amma sualımız budur ki, ibadət nədir? Və xanım bizə bunu öyrədir ki, o ibadətdə şövq, eşq, sevgi nədir ki, ayaqları bilir. Xanım Fatimə sallallahu əleyha bizə göstərir ki, ibadət sadəcə namaz qılmaq deyil. İbadət Allahla ünsiyyətdir. Məhəbbətdir, fəna olmaqdır. Yəni ona bağlanmaqdır. Onun ibadəti o qədər dərinlidir ki, gecələri ayaq üstə qalmaqdan ayaqları şişir. Bu zahiri haldır. Amma batinindən nə var idi? Zahirdə buydu ki, ayaqları şişir. Bəs batində nə var idi? Bir, qəlbdə sonsuz məhəbbət vardı. İki, Allaha qarşı, Allah qarşısında tam təslimiyyət vardı. Bir də dünyadan qopmuş idi. O məsələdir. Əsas qəlbdə sonsuz məhəbbət, Allah qarşısında tam təslimiyyət və dünyadan qopmaq lazımdır. Batində bu idi. Gecə ibadəti ariflərin yolu var. İnsan gecə vaxtı ibadət edəndə ariflərin ibadətinə bənzəyir.
Və rəvayətlərdə gəlir ki, Xanım Zəhra sallallahu əleyha gecələri səhərə qədər ibadətlə məşğul olurdu. Rükû, səcdə, dua edirdi. İbadətin zirvəsi özünü unutmaq, başqalarını düşünmək. İbadəti bir növdə egodan təmizləməkdir. Gecə ibadətinin mahiyyəti budur ki, səni gəlsin bir zirvəyə qaldırsın. Səni gətirsin bir qiymətə qaldırsın ki, sən öz çirkin və günah olan amillərdən çəkinəsən. Məsələn, gərək bu şeyə diqqət edəsən. Ayaqların şişməsi zahiri əziyyəti, batini ləzzətdir. Bəziləri deyirlər ki, bu qədər ibadət mi? Allah buna ehtiyaclı deyil. Bəli, Allah ehtiyacsızdır. Bu bir mənadır. Amma insan ehtiyaclıdır. Bədən zəhməti idi, amma ruhun yüksəlişi idi. Xanım bizə bunu öyrətmək istəyir. Bax, anamız bunu öyrətmək istəyir ki, ibadət zahirdə çox zəhmət tələb edir. Amma batində isə bir ləzzət var və bir yüksəliş var, ruhun yüksəlişi var. Biz bu mövqeyə məşq eləməliyik və bu mövqeyə hazır olmalıyıq ki, ruhumuzun yüksəlişi zəmanə imamımızın yanında olmağı olsun inşallah. Bax, buna biz cəhd və səy göstərməliyik. Allah bizi zəmanə imamından ayrı salmasın inşallah. Necə ki, Həzrəti Muhammed Allahümme salli ala Muhammed ve ali Muhammed. gecələr o qədər ibadət edir ki, ayaqları da şişirdi və ona deyildi. Bir gün Peyğəmbərə deyildi ki, ey Allahın Rəsulü, sənin günahlarını bağışla. Nə günahların var, hamısı bağışla. Həzrəti Peyğəmbər sallallahu isə buyurdu. Məgər şükür edən bəndə bizə şamil deyilmi? Yəni biz də şükür edən bəndələrdən olmayaq. Deməli, ibadət qorxudan deyil, məhəbbətdəndir. Bilir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi günahları bağışlar. Bu deməkdir ki, şükrü gərək kəsməsin. Bizə öyrədir ki, mənim günahlarım bağışlanıb, mən şükrü kəsməmişəm. Mən duamı kəsməmişəm. Sən necə? Sənə şükür necədir? Necədir? İbadətdə keyfiyyət saydadır. O keyfiyyəti saymaq olmaz. Hal önemlidir, əzizlərim, hal. Bu məclislər hal öyrədir insana. Hal gətirməlidir, təsir qoymalıdır. İstər Qur'an tilabəti, istər xətibin çıxışı, istər məddaha rozəsi, mərsiyyəsi bir hal qoymalıdır səndə. Xanım Zəhra sallallahu aleyha bizə öyrədir ki, az əməl, amma ixlaslı olsun. Az əməl olsun, amma ixlaslı olsun. Bunu çox sağlayır. İkinci budur ki, bir anlıq təfəkkür. Bir anlıq təfəkkür. Bir illik ibadətdən üstündür. Təfəkkür etməlisən ki, neyir? Kimə ibadət edirəm? Necə ibadət edirəm? Kimin qarşısındayım və mənim vəzifəm nədir?
Çox məsuliyyətli bir şeydir. Əfsus ki, biz bu məsuliyyəti anlamaq istəmirik. Anlamırıq yox. Şükür Allah'a hamımız təfəkkür əhliyik. Təfəkkür edə bilirik. Və bir nəticə də çıxarda bilirik. Sadəcə qəbullanmırıq. Deməli, əzizlərim, ibadət birinci budur ki, qəlblə olmalıdır. İkinci, şuurlu olmalıdır. Üçüncü, Allah'a yönəlmiş halda olmalıdır. Bu hallar insanda olarsa, insan ibadətin keyfiyyətini görər və onda bu cür hal baş verir. Və bizim üçün də bu Əhl-i Beyt məktəbində dərslər var. İnsan gərək o dərsi çıxarsın. Əsas budur ki, biz bu hədisdən öyrəndik. İbadət həyatın mərkəzi olmalıdır. Namaz sadəcə bir vəzifə deyil. Həyatın ruhudur. Gecə həyatına önəm verməliyik. Az da olsa davamlı ibadət olmalıdır. Üçüncü budur ki, dua edərkən başqalarını unutmayaq, əvvəl başqaları, sonra özümüz. İbadətdə səbirli olmalıyıq. Bəzən çətin olacaq, amma bu yol dəyərlidir. Səbir yolunun nə qədər dəyərli olduğunu anlasanız, inanıram ki, səbirli olmaq üçün cəhd edəcəyik. Qəlbi qırmayacaq, cəhd edəcəyik. İbadəti sevərək etməliyik, məcburiyyətlə yox, eşqlə ibadət etməliyik. Allah'a ibadətimiz də eşqlə olmalıdır, onun əmirlərini də eşqlə qəbul etməliyik. Təqva, əxlaq, elm. Üçü bir yerdə cəm olmalıdır ki, sən bir zirvəyə qalxa biləsən. Əslində o zirvə deyildiyi yer zamanı imamının yanıdır, kölgəsidir, onun xəttidir, onun düsturudur. Ona səbr getməkdir. Biraz ruhumuzu təmizləyək. Nə qədər negativ hallar varsa, özümüzdən uzaqlaşdırmalıyıq. Ola bilər ki, sənin olduğun məkanda, məsələn, bir şey görəsən ki, sənin halını çürürlər də. Amma sən gələ ona dözəsən, səbir edəsən, təbəssüm edəsən. Çünki analar anası Xanım Zəhra sallallahu əleyhi bizə öyrədir ki, ən önəmlisi səbirdir. Ki, onun başına gələn müsibət əsrlərdir danışılır. Bax, məsələ budur. Biz anamıza o cür xidmət etməliyik ki, Allah bizdən razı qalsın. Biz anamızın xidmətində qaldığımız zaman anlamalıyıq. Biz ibadət etmiş olduq. Çünki Allah Quran-ı Kərimdə özü buyurur ki, mənə ibadət ediniz, valideynlərinizə itaət ediniz. Valideynin özü nədir? Öz nəfsini övladına qurban verəndir. Məsələn, bir qab yeməkdir, ana da istəyir yesin. Amma balasını düşünür, yemir, nəfsini saxlayır.
Ana da gecələr dincəlmək istəyir. Amma sən rahat yatasan deyə, o öz rahatsızlıq gecəsindən vaz keçir. Ona görə Allah ona o qədər dəyər və qiymət verib. Amma biz o qiyməti tam anlaya bilmirik. İmam Həsən əleyhisselamın anası haqqında buyurduğu hədis, onun ayaqların şənədək ibadət etməsi Qur'an-ı Kərimin ruhu ilə tam uyğun gəlir. Bugün həmin həqiqəti Qur'an ayələri və onların təfsirləri daha da dərindən anlayaq. Məsələn, gecə ibadəti seçilmişlərin sifətidir. Gecə ibadəti hər kəsə qismət olmaz. Olsa da bir gün fürsət olaraq olar, səhəri gözləyər ki, gecə ibadətinə qalxa bilirsən. Qur'an-ı Kərim buyurur ki, Bismillah, onlar gecənin az bir hissəsini yatardılar. Maşallah, gənclərimizə deyim ki, özündən böyüklərə əxlaq babından icazə verilmir. Amma gənclərə deyim ki, onlar da gecənin bir hissəsini yatarlar. Amma səhərə kimi bir telefonda ibadətlə məşğuldurlarmı? Nəsə oxuyurlarmı? Yoxsa elə İnşallah ki, ibadətlə məşğuldurlar. Gənclərimiz səhərə kimi ibadətlə məşğuldurlar. Təfsirçilər o cümlədən, məsələn, Təfsir əl-Mizanda qeyd olunur ki, bu ayə müttəqi, Allahdan qorxan, ona yaxın olan bəndələrin sifətidir. Bu ayənin dərin bir mənası var, bir də onu dinlə. Gecə qəlbin oyanıq olduğu vaxt, qəlbin oyanıq olan vaxtdır. Dünya səsləri susur, ruh danışır. Allahla xəlvət görüş vaxtıdır. Gecənin aramlığından istifadə etmək lazımdır. Xanım Zəhra sallallahu aleyha bu ayənin canlı təcəssümü idi. Onun gecələri ibadət keçirilməsi sadəcə əməl yox, bu ayənin həyata çevrilməsi idi. Gecənin bir hissəsini yatarlar, o Xanım Zəhra sallallahu aleyhaya aid idi. Və başqa məsumlara da aid idi. Söz yox, sadəcə mövzumuz Xanım Zəhra sallallahu aleyhadandır deyə mövqem və fikrim, hədəfim budur. Səcdə və qiyam Allaha yaxınlığın yoludur. Allaha yaxınlaşmağın ən asan yolu səcdə halıdır. Və bir də qiyam halıdır. Gecənin bir hissəsi Qur'an-ı Kərim buyurur. Gecənin bir hissəsində ona səcdə et və uzun gecələr onu təsbih et. Uzun gecələr Həcc Nazım onu ibadət et. İnsan surəsinin 26-cı ayəsində. Bu ayə xüsusilə Əhl-i Beytin haqqında nazil olmuş, ayələr silsiləlidir. Rəvayətlərdə gəlir ki, bu surənin bir hissəsi Xanım Zəhra sallallahu aleyha, İmam Əli aleyhisselam və onların ailəsinə fədakarlığı münasibəti ilə nazil olmuşdur. Təfsir nümunədə bu ayənin izahında belə deyilir. Uzun səcdə sadəcə fiziki səcdə deyil. Ki, elə qalasan səcdə halında. Bu, qəlbin Allaha tam təslim olmasıdır. Və Xanım Zəhra sallallahu aleyhanın ibadəti uzun qiyam idi. Dərin və kövrək səcdə idi. Göz yaşları ilə dua edərdi. Bu ayənin
bu ayə, ruhun aynasıdır. Xanım Zəhra sallallahu aleyha bu ayənin aynasıdır. Ona görə analar anasıdır. Allah üçün ibadət ixlasın zirvəsidir. Qur'an-ı Kərim buyurur ki, Bismillah, onlar Allahın razılığı üçün yemək verərdir. Bu ayənin nazil olması səbəbi məhşur ki, Xanım Zəhra sallallahu aleyha və İmam Əli aleyhissalam və ailəsi üçün 3 gün oruç tutub iftarlarını yoxsullara veriblər. 3 gün orucluğunun iftarını yoxsullara veriblər. Ayə o cürdür ki, onlar Allahın razılığı üçün yemək verirlər. Ayənin davamında buyurur ki, biz sizə yalnız Allah rızası üçün veririk. Sizdən nə mükafat, nə də təşəkkür istəyirik. Tamam. Bu ibadətin zirvəsidir. Əməl var, amma mən yoxdur. Mən verdim 3 gün iftarı. Hacı Aydın'a mən 3 gün iftarı verdim. Mən verdim, mən. Allah rızası üçün verdim, amma hər kəs bildi. Gizlində verənlər və qarşılığında təşəkkür belə istəməzlər. Bax, Əhl-i Beyt məktəbin sənə verdiyi tövsiyəni. Ona görə deyir ki, bu ibadətdə mən yoxdur, xidmət var, amma qarşılıq gözləməmək şərti. Bu da Xanım Zəhra sallallahu aleyhanın ibadət fəlsəfəsidir. İbadətin məqsədi, əzizlərim, qəlbin dirilməsidir. Namaz qılan, ibadət edən, ibadət etməyənlə arasında heç bir fərq olmasa, sən sadəcə əyilib durmuşlardansan. Gərək qəlbin dirilməsi şərtdir. Qur'an buyurur ki, namaz pislikdən və çirkinlikdən, pis işlərdən çəkinir. Məsələn, Əl-Mizan təfsirinə baxsaq, namazın təsiri qəlbin iştirakına bağlıdır. Və insanın qafillikdən oyanmasına gətirməsidir. Qafil idin, vay olsun o kəslərin halına ki, namazlarından qafildirlər. Yəni, xəbərsizdirlər, qəflətdədirlər. Namaz təsiri qəlbin iştirakına bağlıdır və qafillikdən ayrılmasıdır, uyanmasıdır. Qur'an-ı Kərim bizə yol göstərir. Amma bu yolu yaşayıb göstərənlər Əhl-i Beytdir. Fatimə-i Zəhra sallallahu aleyha bizə nümunəvi məktəbdir. Gecə ibadətin simvolu, daha doğrusu gecə ibadətin simvoludur. İxlasın zirvəsidir. Allaha eşqin canlı nümunəsidir. Ayaqların şənədək ibadət edən bir xanım, amma bu zahiri yorğunluğun arxasında ilahi bir eşq var idi. Bunu anlayaq və bu məktəbdə möhkəm yapışaq. Və Allah bizi bu məktəbdən ayrı salmasın inşallah. Və sonda demək istəyirəm ki, Xanım Zəhra sallallahu aleyha ağır günlərində, həm ağır günlərində, həm axır günlərində
Onun ki balası, Möhsün balası sidq oldu. Ama buna baxmayaraq həm qaburğasının ağrısından, həm bala itkisindən, həm halsızlıq, yorğunsuluğundan baxmayaraq ibadətini əsirgəməzdi. Daim ibadətindeydi. Gecə ibadətində, gündüz ibadətindeydi. Anamız bizə öyrədir ki, nə hal olur olsun, ibadəti tərk etmə. Qəsd etmə. Elə ki, anamız da qapının ağzında qalanda, arasında qaldı. Və xanımın fəryadı, o ağrısı, o qapıya od vurulması və o xanıma zülm verilməsi və o xanımla şəxsi qərəzliyi olanlar, Peyğəmbər qapısına od vuranlar, nə halükarı olsa belə bağışlanmazdı. Bağışlanmazdı. Amma bir tərəfdən də baxsaq, axı uşaqların qışqırığı, axı qapının yanması bir qonşular kimi, bir qonşu haqqı kimi onlardan qorxub gizlənib qapını bağlayanlar, siz qiyamət günü Peyğəmbər üzrə necə baxacaqsınız? Necə ki bugün danırıq, tarixdə belə bir şey olmuyor. Xanımın qapısı yanmıyor. Əli Aleyhisselama zulüm olunmuyor. Möhsünlə sidq olunmuyor. Necə ki aradan qaldırırıq, biz qiyamət günü o həmin xanım Zəhra sallallahu əleyhanın qonşuları kimi Peyğəmbər üzrə necə baxacaq? Biz İmam Zaman ağanın üzrə necə baxacaq? Biz gənclərimizə öyrətməyək ki, analıq böyük hədəfdir, analıq böyük zirvədir, ananın qəlbini qırmaq 70 dəfə Kəbəni dağıtmağa bərabərdir. Sən necə gəldin analar anasının qapısına od vurdun? Allah xanım qatillərlə lənət eləsin. Amin. Lənətullah qovməz salim. Assalamu aleyki ya Fatıma, ya Seyyidata Ya binti Muhammed, Ya Kurrata İner Resul, Ya
Ay anasın elden verenler, ay anasın itirenler, ananın sesine hasret kalanlar, ananın duasına muhtaç kalanlar, gerek olar yana yana ve eşliğine düşsünler sonuncu defa. Ya vaziyetler yorgun nigarim, bu 9 ilde senden kesildi hoşu zigarim. Ki Hazreti Ali'nin dilinden okuyulan, həqiqətən çox ağır olan bir evdə cavan ana dünyasında işə ata 4 dənə balı ilə avara qalır, bilməyən neyləsin. Oturar ananın başının üstündə, deyər mənə elə ağır bir yüklə qoyub gedirsən, istəyirəm yavaş-yavaş oxuyum, vaxtımız da var. Həzrəti Ali'nin dilindən amma diqqət edər. Ey qəmli yarim, yorgun nigarim, bu 9 ilde senden kesildi hoşu zigarim. Zahra sinesinden ayhan sındır garim. Özgür şeninde gönçem derdi soldu baharim. Söze bak zulmüyle söndü meşalim Zehra, hiçbir işe gelmir elim Zehra. Dindir beni koy dinzelim Zehra, yaralı Hazreti Ali o meydanlarda cengil yenedi, aslan eli. Kalıp Fatime'nin başının üstünde Zehra'ya yattaya giydirmene, dağ misli elimde zaferim. Adını tengide seslerdim olardı zaferim. Oy kanım Zülfikar elde bahayım, seniydim keserim oy kanım. Bir bendi var, o kadar güzeldi. Ondan sonra rozalar çok okuyarız. O da değerli alimimiz Hacı o kadar güzel müftelere toxundu. Allah Hacının da anasını, o Seyyid anamızın ruhunu şad eləsin. Alimler bunu məndən daha güzel biləcəklər, bu bəndi. Ay batsana qanə, ağlar sitanə, can qalmayındı ulduzlarında, ay mahi fare. Akşam yatanda Zehra'cığım bir mənzərə gördüm Ali'nin dilindən. Akşam yatanda, akşam həsrət
Pənah aparıram o gözlərdən ki, nənəm Fatimənin adı gələ ağlamayır. Pənah aparıram o qəlbdən ki, nənəm Fatimənin adı gələ. O qəlb kədərlənməyir, bilsən niyə? Başqa bir hədisdə bilsən nə deyir? Deyir, biz imamların qapısına hər kəsin nə müşkül olsa biz imamların qapısına gələrsən, çox üzr istəyirəm səndən. Amma biz imamların da müşkül olanda nənəm Fatimənin qapısına gedəlim. Gəlmişik Fatimənin qapısına. Xəstə Fatimə, məzlum Fatimə. Gəl əvvəl qəlbimiz deyə hicran oxuyur. Fatiməyə can tapşırır, əyləşir Qur'an oxu, Əli əmr. Sən təsəvvür elə mənzərəni, natiq-i Qur'an, Qur'an-ı Kəvsərdə Qur'an oxuyur. Balalar durub başının üstündə, bir elə mənzərədə Allah heç bir evə cavan ananın ölümünü göstərməsin. Ata üçün çox ağır olar. O evində xəstəsi olanlar var, cavan gəlinlərimiz ki, Allah şifalarını versin. Çox ağır mənzərə dedi, Əli, 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 gəl əmri, qəlbimiz deyə hicran oxuyur. Fatimə can tapşırır, əyləşir Qur'an oxuyur. Əli, neyniyək? Al gələn Qur'anı, ey natiq-i Qur'an, ələm. Başımın üstə oxu, Qur'an gözümdən yağış ələm. Bir gecə bu evdə mehmanım, çalır Zeynəb gələr. Əli axır gecəmdir, balalarım hayandadır, gözlər zəifliyim görmür. Dedi, Hüseynimdən doymadım, ey Həsənimdən doymadım. Ağlamalı sözlər qabaqdadır, bax. Bir gecə bu evdə mehmanım çalır, Zeynəb gələr. Mən Peyğəmbərdən sonra dünyada xoş gün görmədim. Zeynəbin zülfü vurub şanə doyunca hörmədim. Əli, səndən istəklərim var ha. Əli, eləyə biləcəksən ama oğlum. Səndən istəyim nə olar? Qızımın saçlarını hər gün dara. Nə olar Həsənimdən nə olar həyatı? Nə olar Hüseynimin başının üstünə hər gecə su koyarsanız yuxudan durar su istəyər. Amma bir dənə bu sözə də bax. Qoydum əvvəldə babi suzi bağlayaq. Ben bilmirəm bu sözü necə deyim. Şəmi roşən eyləyək, ah ilə sinə damlayaq. Ver yaranı sinəmə oğlum seylə ağlayaq. Bir dənə vəsiyyət elədi orada Həzrəti Əliyə, dedi, Əli, bax, diqqət ilə bax, bu Hüseyni ki sənə verdim indi rubəru. Dedi, Əli sözümə bax, bu Hüseyni ki sənə indi verdim rubəru. Diqqət ilə bax, necə verdim elə Allah'ım görür. Necə baş bədəndə, barmaq əldə, əl biləkdə rubəru. Əli, Hüseyni sənə səlamət verirəm, amma mənə belə qaytararsan ya.
oxuyacam sən üçün. Dedi, icazə verin qızım Zeynəblə vida eləyim. Qızım Zeynəbdən ayrıla bilmirəm, xanı kənar oldu. Dedi, Əli, gözündən əşrıqısız Zeynəbi riayət elə. Niyə xanım? Gözətlə gör zəmanə neyniyəcək. Bu qız Hüseynimə bir gün ağalını eləyəcək. Elə bunun ağlamalı günləri qabaqladı ki, Əli elə ağlar, səsin gəlməsin, Zeynəb ağlamasın. Tutdu Zeynəbin balaca əllərindən, neynədi? Təhəmmül et, səbr eylə hər bəlaya qızım. Ağlama, gözünün yaşını saxla Kərbəlaya. Ay bala, ay bala, ay bala. İstəyirəm sürətlə keçib, anamın üzündən öpdü, gözündən öpdü. Məsələn, vəsiyyətlər elədi, oxumuşam bu məsciddə. Demişdi, balam meydana gedəndə boğazından öpərsən, mənim əvəzimdən köynəyi verəsən. Ama bugün bir də rozası gəldi zehnimə. Bir də gördülər xanım Zeynəb istədi ananın sinəsinə uzansın. Sinəsindən öpsün. O yaralı sinədən, müsbaqatan sinədən öpəndə gördülər xanım Zəhra bir ah çəkdi. Dedi Zəhra, dedi Zeynəb, Zeynəb kızım, sənə vəsiyyətim budur. Bir də yaralı sinəni görəndə aram rəftar elə. Yavmül aşura bilsən nə oldu? Elə ki xanım Zeynəb gəldi Hüseynin cənazəsinin üstünə. Gördü oxlar, daşlar, nizələr üst-üstə cəm olub, oxları kənar, nizələri kənar elədi. Dedi bacı qardaş tanır, gəl ola salim bədənim. Bacın ölsün, tanıyım hansı əlamətlə səni. Zeynəb niyə belə dedi? Nə başım var bədəmdə, bacın ölsün dərlər. Ay qardaş, ay qardaş. Baxdı dedi, Hüseyin, düşmənlər içində ucadan ağlamaq olmaz qardaş. And olsun Allaha, bax bir nəfəri qardaşı əzizi dünyadan keçər. Ne gözəl ağlamalar var, sızlamalar var, gizlətmə, bunu yəni tamam eləyərəm. Birinin cavan qardaşı ölsən, neyniyər? Hamlayıb qohum əqrəba çəkilərlər kənara. Deyərlər qoy bacısı gəlsin, ucadan olmaz. Qoy əzizləri gəlsin, yaz sağlasın. Amma xanım Zeynəb Hüseyni ağlayanda düşmənlər kənarda əl çalırlar, gülürlər, dil yarəsi, söz yarəsi dururlar. Allah, Allah, elə bir mənzərə. Xanım Zeynəb dedi, düşmənlər içində ucadan ağlamaq olmaz. Qardaş fəryada gəlib, qəmli ürək dolmamaq olmaz. Hüseyin, bu qədər yarəni heç bağlamaq olmaz. Ay qardaş. Dedi, nigarən olma, baxdı gördü İmam Hüseynin sinəsində bir dənə yara var. O yaradan kürək görsənir. O yaradan kürək görsənir. Dedi, nigarən olma, nənəm Fatimənin sinəsindən öpəndə demişdi, yaralı sinədən yavaş öpərsən. Ay aman, ay aman, nə qədər müsibətlər var, nə qədər yandıran rozələri. Baxdı İmam Hüseynə, dedi Hüseyin, baxdı, and olsun Allaha, neçə dənə yarələr, ox yarəsi, nizə yarəsi hazır, daş yarəsi.
gördü Allah bir mənzərə var. Az istəyirəm onu da şeirlə deyə bax. Gülzar Şimdi görmenlerimi kim bile gezdi, avare kalmışam sen. Allah'ım avare bacımda senden bir isteğim var. Avare kalmış Zeynep'imin de senden bir isteğim var. Ne diyeyim ben buraya gelmiştim. İzzetiyle yaverine Allah bu məclisin səvabından cəmi dünyası ilə yaşayan analarımızın ruhlarına hədiyyə edir. Hanım Zeynəbin sözünə bax. Sen, mən bura gəlmişidim İzzetiyle yaverine İndi Şam'a Sabrım oldu tamam, heyler avare kaldı. Mende yoktu tamam, sensiz ölüm inan, heyler avare kaldı. Ayrılıklar, silesin dağları, ayrılıklar. Sinesin dağların Evde sensiz geceler evde sensiz geceler ağlarım ayrılıkta. Sinesin dağları ayrılıkta. Sinesin dağları evde sensiz geceler ağlarım. Evde sensiz Geceler ağlarım Zehra gitme dayan. Sabrım oldu tamam, heyler avare kaldı. Mende yoktu tamam, sensiz ölüm inan, heyler avare kaldı.
görüm. Birim oldu sana Heydar kaldı. Menden yoktu tamam, sensiz ölem inan. Heydar kaldı ayrılıkta. Sinesin dağlar eli ayrılıkta. Maşallah. Sinesin dağlar eli evde sensiz. Geceler ağlar eli evde sensiz. Maşallah. Geceler Ağlar eli sensiz, hem nefesim alemdir kafesi. Heydar ağlar kaldı, sabrin eyleyler, ömrüm eyleyler. Heydar ağlar kaldı, kalbimden gerek izinde dur dua et. Sen ile bende dur dua et. Sen ile bende ölüm ayrılıktan. Sinesin dağlar eli ayrılıkta. Bir görüm. Sinesin dağlar eli Evde sensiz. Geceler ağlar eli evde sensiz. Geceler Esselamu aleyya Eba Abdillah. Esselamu aleyya Eba Abdillah. Esselamu aleyya. Esselamu aleyya Abdillah. Bacımızda yeniden şuuruna başlandı. Günler aylar dolanır, dilde neva başlandı. Şehrimizden yeniden Mavhi Muharrem sesi var. Nuh'a soktu yeniden erşi buka başlandı. Teşneden Kerbelanın ölerin taziyesi. Teşneden Kerbelanın ölerin taziyesi. Keçen iller kimin esbondu qara başlandı. Esselamu aleyya Eba Abdillah. Esselamu. Uzat görüm. Esselamu aleyya Abdillah. Esselamu aleyya Abdillah. Yine perçemler esir, perçemize o misli. Yine perçemler esir, perçemize o misli. Ağamın taziyesi esdire başlandı. Alacan sen de benimdir o kara köyneyimi. Alacan sen de benimdir o kara köyneyimi. Gedirem meclisi şahit şüheda başlandı. Gedirem meclisi şahit şüheda başlandı. Esselamu aleyka Eba Abdillah. Esselamu aleyhi
aşık zarım Hüseyin aşık zarım Bunu herkes bilir benden bir yerde olsun Zarım eşk alemdarım Hüseyin'e zardarım Eşk alemdarım, Hüseyin'e zardarım. Aşık zarım Hüseyin aşık zarım Uzadı görün aşık Zarım, Hüseyin aşık. Ya Allah zina vur eşkılerim Sana kurban olurum Vurduğum imsal sana kurban olurum Edebli Abbas'ına kurban olurum Savredi her derde dinen ya Abbas Ya Abbas Derde devasa müşkül kuşasa Derde devasa müşkül kuşasa Ya Ebelfez Ne görür ya Ebelfez Ebelfez Abbas Yaralı kardeş Abbas Abbas vefalı kardeş Abbas Bir de görün Abbas Bunlarla beraber de eşk alemdarım Hüseyin'e zardarım. Bir de Eşk alemdarım, Hüseyin'e aşık zarım Hüseyin aşık zarım Hüseyin aşık zarım aşık zarım, Hüseyin aşık. aşık zarım Namı mübarekti Ebelfez Hüsnü tebarekti Ebelfez Namı mübarekti Ebelfez Hüsnü tebarekti Ebelfez Teşti Allah teşti Ebelfez Bak o zaman nerede diyen ya Abbas Ya Abbas Nerede ne varsa müşkül kuşadı görür Müşkül kuşalsa, Ya Ebelfez ya Uzadı görün Abbas yaralı kardeş Abbas Maşallah Bir de görün Vefalı kardeş eşk alemdarım Hüseyin'e zevvarım Eşk alemdarım Hüseyin'e zevvarım Aşık zarım Hüseyin aşık zarım aşık zarım, Hüseyin aşık. İzarım eşkilenip balsına kurban olurum Vurduğum imsal sana kurban olurum Eşkinesine vurmadı kulak asın Ay maşallah Eşkilenip balsına kurban olurum Vurduğum imsal sana kurban olurum Edebli Abbas'ına kurban olurum Savredi her derde dinen ya Abbas Ya Abbas Derde deva sen müşkül Bir de görün Nerede olsa, müşkül kuşalsa, Ya Ebelfez Bir de görün ya Abbas yaralı kardeş Abbas Bir de görün Abbas Allahümme salli ala Muhammed ve ali Muhammed ya Hüseyin Zehra babası Derdimiz haklı deva isteyirik Hamının dilinden bir tane dua edeceğim bak Ağam
Dillere ezber evlaba Seyr hələfi peylər səftar evlaba Hüseyin harda var sən kimi rəhbər evlaba إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم ومحمد وعلي وفاطمة والحسن والحسين يا الله 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 يا رحمن يا رحيم يا مقلب القلوب ثبت قلوبنا على دينك خدایا اول انزلوا نسبت الذين من غيرنا آمين جزل أزادر bizden aldığı derecede kabul eder. Yani Hazreti Zehra'dan onun balalarından bizleri ayrı salma. Bizim yolda sabit kadem karar ver. İlahi bu gözyaşlarını kıyamet günümüze zahire ile. İlahi gelen günlerimizi hayırlı karar ver. Hastalar var iltiması dua isteyipler hamdlarına şefayı acil inayet ele. Evladı olmayanlara salih ve salih evlatlar eta ele. İlahi ağla gelmeyen belalarla bizleri imtihan eleme. İlahi bu mescidden dünyasını değişenlerin kabirlerine bu meclislerden feyz inayet ele. Bu mecliste iştirak edeyen cemaatimizin, aksakallarımızın, böylerimizin, serverlerimizin her ne hacetleri vardıysa beraber bir hayır eder. İlahi İslam düşmanları mehvil abud eder. İlahi bayrağımızı ucalarda karar ver. Sencerden yanan asker ve zabitlerimizi yerin göğün veliyatinden, düşman cüllesinden amanda sakla. İlahi Müslümanları daim öz düşmanlarına galip karar ver. İlahi olar ki bize rahmelemezler, bizlere müsellet eleme. İlahi can veren vakti Ehl-i Beyti başımızın üstünde karar ver. Kabrin evvel gecesinde nuru vilayeti Ali aleyhisselamdan kabrimizin uğrağını gele. İlahi bu mescitte hizmet gösterenleri sabit kadem ele. İlahi Hacı Şehriyar kardeşimizin, Hacı Eyvaz kardeşimizin her ne oyundan burada hizmetleri vardı, onlardan âli derecede kabul ele. Yattan çıkan dualarımızı bizim hakkımızda müstecab ele. İmam-ı Zaman Ağa'nın ferecin tecil ele. Bizim Ağa'nın zuhuruna zemine yaradanlardan karar ver. Ağa'nın zuhuruyla tamamı dünyanın gözünün evveline. Ağa'nın selametliğine, ferecinin teciline, Ramazan Ağa'nın duasını okuyar gurbeten ilallah. Bismillahirrahmanirrahim.